Gördüğünüz kimi əzizləyicilər, hal-hazırda biz onkoloji xəstəxanadayıq. Qazimizi yerləşdirdik xəstəxanaya. Çox mükəmməl köməklik göstərirlər, dəstək olurlar. Allah qazimizə can sağlığı versin. Allahdan ümid kəsilməz. İnşallah hər şey yaxşı olsun. Nətərsən? Yaxşısanmı? Ağrıysan, inan. Necədir? Razı qaldınız mı Allah oğlunuz? köməyiniz olsun. Allah doktorlarımızı da var eləsin. Allah razı olsun sizdən. Allah qazi qardaşlarımızı da qorusun. Dəyərli vaxt ayırıb gəlmişsiniz. Hər şey qaydasındadır. Min şükür. İnşallah Allah qoysa ayağa qalxar. İnşallah yenə də elə ayağa qalxar. Duası sizinlə olar. Rəbbim sizi qorusun, dövlətimizi qorusun, xalqımızı qorusun. Allah gözəl qardaşlarımızı, gözəl xanımlarımızı, bacılarımızı Rəbbim gözəl dövlətimizdən, Azərbaycanımızdan əski eləməsin. Qüdrətli xalqımız var olsun, əzəmətli xalqımız var olsun, qeyrətli xalqımıza mən öz təşəkkürümü bildirirəm, öz minnətdarlığımı bildirirəm. Allah Teala ölkəmizin, başımızın üstündən qara buludları götürsün. Allah həmişə xalqımıza uca, ömür, can sağlığı versin və safruzu versin. Mən bacısı və qazi qardaşları onu tək qoymadıq, qoymarıq da. Biz Səhiyyə Nazirliyinin bu şəfa versin. Səhiyyə Nazirliyinin Milli Onkologiya Xəstəxanasının rəhbəri Azad müəllimə də təşəkkür edirik ki, sağ olsun ki, bizim xahişimizi yerə salmadılar, yüksək səviyyədə qarşıladılar. Allah kömək olsun. Təşəkkür edirik ki, yəni qazilərə bugünkü gün yəni dəyər verən həkimlərimiz var. Kaş həkimlərimizin amma hamısı belə olsun da. Hamısı belə olsun. Allah bütün həkimlərimizi qorusun. Gözəl həkimlərimiz var, demirəm. Allah hamısının canını sağ eləsin. Həkimlərin sayəsində bu xəstələr belə ayağa qalxır. Buna görə yaxşı həkimlərimizə həmişə təşəkkürümü bildirmişəm, minnətdarlığımı bildirirəm. Allah sizdən də razı olsun. Allah sizləri də qorusun. Allah sizləri heç vaxt bax belə cəmiyyətimizdən əski eləməsin. Var olun, sağ olun. İnşallah. Allah həmişə yenə də deyirəm, can sağlığı versin sizlərə. Rəbbim nə arzu vardır ürəyimizdə hamımızın. Siz qazilərimizə şəfa dinləyirəm. Şəhidlərimizə Allah ruhlarını şad eləsin. Qarşılarında baş əyirəm. Allah onların doğmalarına səbir versin və can sağlığı versin. Yəni razı qaldınız. Bəli. Əlbəttə. Siz nə deyə bilərsiniz qazi kimi qazi yoldaşınıza? Allah şəfa versin. Amin. Siz nəyisiniz? Həmsiyəm mən onun. Əmisisiniz. Siz nə deyə bilərsiniz məsələ ilə? Razı qaldınız? Bəli, razı qaldım. Allah şəhidlərə rəhmət eləsin. Bu canlı şəhiddir bunlar, qazilərimiz. Mən də o şəhidi, qazinin atasıyam. Mən də ona deyirəm ki, siz bana canlı şəhidsiniz, şahidsiniz sözlə. Ona görə də mən həmişə şəhid, qazi görəndə pis olam. Çünki o əziyyəti mən yaşayıram. Mən yaşadığım əziyyəti kimsə yaşamır. Çünki yaşayan adam bilər yaşayanı. Yaşamayan bilməz. Evimdə qazi olan, şəhid olan bilir. Çünki evimdə mənim 4 dənə əlim olduğuna görə mən ayın martın 18-dən bunun arxasında demişəm göydə Allah yerdə durmuşam martında. Hara lazımda gedəcəm. Allah sizlərə də ömür uzun eləsin, bu paylaşdırılır. Dünəndən bəri dəstək olursunuz. Bu qazilərdə Allah ömür uzun eləsin, balaların, canların salamat eləsin. Eldən obadan əskik olmasınlar. Bizim vəzifə borcumuzdur. Rayon rəhbərliyinə də minnətdar edirəm ki, durub həmişə Polad müəllimdir, Rafi müəllimdir, Füzuli müəllimdir, dəstək edir. Allah dövlət təhlükəsizliyimizdə hepimizə də təşəkkür. Sağ olun qardaşım. Hər zaman bacı kimi yanındayam. Var olasın, Allah sizə əski eləməsin. Sağ olun.